Okapi Afrika meşələrində yaşayan nadir və maraqlı heyvandır. Onu bəzən meşə zibilində adlandırırlar. Okapilərin boyu orta hesabla 1,5-2 metrdir. Çəkiləri isə 200-350 kiloqram olur. Bədəni qəhvəyi, qısa, tüklü və ayaqlarında zolaqları olur. Uzun boylu və tünd rəngli başı var. Okapilər yarpaq, gövdə, meyvə və göbələklərlə qidalanırlar. Onlar adətən tək yaşayırlar. Təhlükə hiss etdikdə sürətlə qaça bilirlər. Dostlar, okapilərin dili 30 sm-ə qədər uzana bilir. Onun sayəsində qidanı asanlıqla toplaya bilir, hətta qulaqlarını belə rahatlıqla təmizləyə bilirlər. Uşaqlar, heç bilirdiniz, okapi zürafənin yaxın qohumudur?